Herkese salam. Bu videoda Demin sınavlar toplusundan 6-cı sınavın izahını verəcəm. Deməli, birinci sualda verilib ki, algoritmin xassəsi deyil. Bilirik ki, adekvatlıq informasiyanın xassələridir. Qalanları isə algoritmin. Algoritmin növünə aid deyil. Algoritmin növləri xəttidir, budaqlanandır, dövrüdür. Aid olmayanları istəyirsə 1, 3 və 6 olacaq Y bəndi 2-də. Sonra 3-də deyir, algoritmin kütləvilik xassəsidir. Kütləvilik xassəsi nədir ümumiyyətlə? Hansı bir məsələnin əgər həlli algoritmi həmin tipə aid olan bütün məsələlərin həlli üçün yararlıdırsa, onda kütləvilik xassəsi ödənir. Və A elə doğrudur. Deyir ki, algoritm müəyyən sinifdən olan bütün məsələlərin həlli üçün yararlı olmasın. Bəs niyə Y olmur? Burada deyir ki, algoritmin bütün növ məsələlərin həlli üçün yararlı olması. İndi belə izah edeyim. Biz bilirik ki, sürəti, həcmi və ötürülmə müddəti verilən hər hansı bir, yəni informasiyanın həcmini Q bərabər VT düsturu ilə tapırıq. Bu düstur ancaq bu tipə aid olan məsələlərin həlli üçün yararlıdır da. Yəni müəyyən bir sinifdən aid olan bütün məsələlər üçün yararlıdır, həmin sinifə aid olan. Amma Y-də deyir ki, bütün növ məsələlərin həlli üçün yararlıdır. Bu artıq məsəl üçün, tutaq ki, şəklin həcminin tapılması düsturu üçün yararlıdırmı? Xeyr. Ancaq özünün tipində olan məsələlərə yararlıdır. Bəndə səhvdir. 4-də deyir ki, algoritmin yerinə yetirilməsi nəticəsində B dəyişəninin qiymətini tap. A bərabər A üstəgəl 4, 3 plus 4, bu verir 7. Bilirik ki, algoritmdə dəyişən yeni qiymət alıbsa əvvəlki qiymətini unudur. Ona görə biz A-nı 7 qiyməti ilə davam edirik. Yəni 7 vuraq 3, 21, çıx 5 alınır 16. A bərabər A plus B, 7 üstəgəl 16, 23. Və A yeni qiymət alıbsa, ilkin qiyməti yenə unudur. B bərabər 2 vuraq B. 2 vuraq 16, çıxaq 23. Yəni 32, çıxaq 23. Bu da verir 9. Olur 4-də C bəndi. 5-də verilib ki, P bərabərdir 2 vur 4 vur və s. 40 hasilini hesablayan algoritmin blok sxemində sual işarəsinin yerində hansı şərt dayanmalıdır? Əslində əsas hissəni verilib. P bərabər P vur I verilib. P 1-dir, I-də 2-dir. Yəni 1-i 2-yə vurur, əvvəlcə bu 2-ni alır. Sonra I-ni 2 vayda artırır, 2 idi 4 olur. Növbəti dəfə 2-ni vurur I-yə, yəni 4-ə. Deməli, bu 2, 4 əslində I-nin qiymətləridir. Biz şərti I-yə görə qoymalıyıq. Variantda elə verilmiş I-ni. Deməli, hara qədər gedir dövr? 40-a kimi. Yəni, I nə qədər ki, kiçikdir 40-dan, o qədər dövr gedir. Sadəcə bir şey qalır ki, kiçikdirmi, yoxsa kiçik bərabərdirmi götürməliyəm ki, 40-ın özü də daxil olsun. Bunu yoxlamaq üçün 40-ın əvəzinə gəlin 4 ya 6 kiçik bir ədəd yazaq. Əgər I kiçikdir 6 yazanda 6-nı da götürürsə, onda 40 yazanda da 40-ı götürəcək. Hesablasam, deməli, 2-dir də I-nin qiyməti. 2 kiçikdirmi 6-dan? Bəli. P bərabər P vuraq I-yə. Yəni, 1 vuraq 2-yə. I-ni 2 vayda artıranda olur 4. 2 idi 4 olur. Sonra 4 kiçikdirmi 6-dan? Bəli. P bərabər olur. P vuraq I-yə. Yəni, 2 vur 4-ə. I olur 6, yəni 2 vayda artır. Üçüncü dəfə 6 kiçikdirmi 6-dan? Xeyr deyib dövrdən çıxıram. Axı 6 kiçikdir 6 yazanda 2 vur 4-ü götürdü. Mənə 2 vur 4 vur 6 lazım idi. Ona görə I kiçik bərabər 6 yazıram. Kiçik bərabər olsaydı bir dəfə də dövr eləyəcəkdim. Onda P-ni 2 vur 4 vur 6 alacaqdım. I 8 olacaqdı. Növbəti dəfə 8 kiçik bərabərdir 6-dan? Xeyr. Deməli, kiçik bərabər 6 olanda 6-nı götürürsə, I kiçik bərabər 40 olanda da 40-ı götürəcək. Ona görə şərti bu formada qoymalıyıq. Sonra 6-cı sualda verilib ki, algoritm icrası nəticəsində X dəyişəninin qiymətini tapın. Deməli, birinci dəfə X10, Y20 verilib.
və deməli 10 kiçikdirmi 20-dən? Kiçik bərabərdirmi? Bəli. X-in üstünə 5 gəlib. 10 plus 5 15. Y-in üstünə də 3 gəlib. 20 plus 3 23. Geri qayıdıb əvvələ x kiçik bərabərdirmi y-dən? 15 kiçik bərabərdirmi 23-dən? Bəli. X-i 5 faiz artırıb 20 alıb, y-i 3 faiz artıb 26 alıb. Daha sonra üçüncü dəfə deməli 20 kiçik bərabərdir 26-dan. Bəli, x-i 5 faiz artırıb 25, y-i 3 faiz artırıb 29. Və yenidən dördüncü dəfə 25 kiçik bərabərdir 29-dan. Bəli, x olub 30, y olub deməli 32. Beşinci dəfə 30 kiçikdirmi 32-dən? Bəli. X-i 5 faiz artırıb 35, y-i 3 faiz artırıb deməli 35. Altıncı dəfə 35 kiçik bərabərdirmi 35-dən? Bəli. X-i 5 faiz artırıb 40, y-i 3 faiz artırıb 38. Növbəti dəfə 40 kiçik bərabərdirmi 38-dən? Xeyr. Onda şərt ödəmirsə dövrdən çıxır. X bərabər x plus y hesablayır. X ilə y-in axırıncı qiyməti 40-dan 38-dir. Toplayanda 78 alırıq. Deməli, x-in son qiyməti 78 olur. Daha sonra növbəti misalda verib ki, algoritmin yerinə yetirilməsi nəticəsində y-in qiyməti 21 alır. X-in ilkin qiymətini tap. Deməli, x bərabərdir, yazılıb x çıxaq 5, y bərabər x vuraq 2, 2y çıxılsın x, y-dən bərabər 2y üstəgəl x. Bunu nömrələyək ən yaxşısı. Bu bilirik ki, x-in birinci qiymətidir. Və x-in ilkin qiymətindən 5 çıxanda x ikinci bir qiymət alır. Artıq algoritm bilirik ki, son qiymətlə davam eləyir deyə, x-in ikinci qiymətini 2-yə vurub, y-in hələ ki birinci qiymətini alacaq. Sonra x növbəti yenə qiymət alırsa, qiyməti dəyişirsə, 2-dən sonra üçüncü qiymət alacaq. Və x-in üçüncü qiymətini almaq üçün y-in birinci qiymətindən x-in son qiyməti olan 2-ni çıxıraq. İndi isə y dəyişir. Birinci qiymətdən sonra ikinci qiyməti alır. Və y-in ikinci qiymətini almaq üçün y-in son qiymətinin üstünə x-in son qiymətini gəlirəm. Və deyir ki, algoritm yerinə yetirildikdən sonra deməli, y-in axırıncı qiyməti 21 olub. Yəni, y2 21-ə bərabər olub. Onda yazsam ki, 21 bərabərdir 2y1 üstəgəl x3-ə. Axırdan əvvələ doğru bu dəyişənlərin qiymətlərini tənlikdə yerinə yazaraq tapacam. 21 bərabər olar 2y1 üstəgəl. x3-ün yerinə yazaram bunu. 2y1 çıx x2-yə. Və 21 bərabərdir 4y1 üstəgəl, deməli, x, daha doğrusu çıxmadı, çıxaq x2-ni verir. İndi y1-in yerinə də yaza bilərəm, x2 vuraq 2. Onda 21 bərabər olar, 4 vurulsun, x2 vuraq 2-yə. Bir də çıx x2 var. 8x2-dən x2 çıxanda 7x2 qalır. Bu 21-dirsə, x2 də 3 alınır. Əgər x2 3-dürsə, bizə x1-i soruşur da, x-in ilkin qiyməti budur. Yəni, nəydən 5 çıxanda 3 qalır? 8-dən. Deməli, x-in ilkin qiyməti olacaq 8. Çox getdi. Bu deməli 7 idi, 8-ə baxaq. Deyir, n natural ədədi üçün algoritmin icrasından sonra hansı ifadənin qiyməti hesablanır? Baxaq. Ümumiyyətlə, təyinatlı bu formada açıq şəkildə düsturla verirsə, biz də düsturda açıq şəkildə yerinə yazmalıyıq. Məsəl üçün deyirəm, 1 üstəgəl 2 alınıbsa, p-nin qiyməti ya s-in, bunu 3 kimi yazmayaq. Elə 1 üstəgəl 2 kimi saxlayaq. İndi hesabladıqca da elə görəcəyik ki, nəyə görə elə saxlamalıyıq. Deməli, birinci dəfə i kiçik bərabər n verilib. Və i-nin qiyməti də 1-dir. 1 kiçik bərabərdirmi n-dən? Və tutaq ki, şərt ödənir də həll qoluna gəlir. Çünki n böyüdür 1 verib. Və onda s bərabərdir. S plus i böl p-ni hesablayır. N üçün gəlin bir qiymət yazaq.
Həmin qiyməti əsasən deməli tapaq. Məsəl üçün n-i ən kiçik götürürəm 3. Görüm n 3 olanda nəyi hesablayır? 1 kiçik bərabər 3 götürəndə onda s bərabər s üstəgəl i böl p-ni hesablayacağam. Yəni 0 üstəgəl i böl p. i 1-dir, p də elə 1-dir. S-i hələ ki aldım 1. i-ni 1 vahid artırıram, 1 idi 2 alıram. K da mənfi k-ya bərabər olur. 1 idi, mənfi 1 olur. Və buradan görürəm ki, geri qayıdır əvvələ və p-ni hesablayır. P üstəgəl, yəni 1 üstəgəl i vuraq k. i 2-dir, k da mənfi 1. Vuranda mənfi 2 alıram. Deməli, 1 çıx 2 alınır da, bir dəfəli yazdım. Bax, bunu nəzərdə tuturam ki, bunu bərabərdir mənfi 1 yazmağa gərək yoxdur. Çünki avtomatik baxıram ki, düsturda məsəl üçün 1 çıx 2-lər var. Fikirləşirəm ki, yəqin bu belə saxlayıb ki, düsturda elə bir görünüş alınıb. Qoy belə də qalsın P. Geri qayıdırıq əvvələ. İkinci dəfə i kiçikdir, n yenə ödənir. Çünki i 2-dir, n-i də hələ ki özümüz üçün 3 götürmüşük. Və şərt ödənir deyə s-i hesablayırıq. S üstəgəl, yəni 1 üstəgəl i bölək p-yə. i 2-dir, p isə 1 çıxaq 2-dir. Artıq fikir verək, 2 bölək məsəl üçün 1 çıxaq 2-ni almışam. Və bundan sonrası rahatdır. Artıq aydın olur ki, yəni algoritm necə davam eləyəcək. Növbəti dəfə i-ni 1 vahid artırıram, 3 alıram. K bərabər olur mənfi k-ya, mənfi 1 idi, mənfi də qarşısında var deyə müsbətləşir. P də bərabər olur, p üstəgəl, p buydu axı əvvəlki qiyməti, 1 çıx 2 üstəgəl, i vuraq k-ya. i-ni də k-ya vuranda 3 alıram. Yəni 1 çıx 2 üstəgəl 3. Geri qayıdır əvvələ, 3-cü dəfə. 3 idi, kiçik bərabərdirmi n-dən, 3-dən? Bəli. Onda s bərabər olur, s plus i böl p-yə. S deməli 1 üstəgəl 2 bölünsün 1 çıx 2 idi. Bunun üstünə i böl p-ni gəlirəm. i 3-dür, p isə 1 çıx 2 üstəgəl 3-dür. Və artıq məntiqi tutdum. i növbəti dəfə 4 olur. K-nı, P-ni heç hesablamağa gərək yoxdur. Növbəti dəfə dövrə qaydanda 4 kiçik bərabərdirmi 3-dən? Xeyr, dövrdən çıxır. S-in axırıncı qiymətini bu formada alıram. Deməli, n-i 3 götürəndə neçəyə kimi aldım? 3-ə qədər aldım da. Və burada da şərti verib i kiçik bərabər n. Deməli, burada n olanda da n-ə qədər davam eləyəcək. Yəni, plus və s. olacaq, uyğun olaraq yazıram. N bölünsün. 1 çıx 2 üstəgəl 3 plus və s. n formasında. Deməli, baxıram ki, 1 plus 2 böl 1 çıx 2. Məsəl üçün, bunları atıram, belə bir şey almamışım. Və A ilə D uyğun qalır. Amma D-də də surətdə ancaq 1 verib. Surətdə dəyişib baxır. Burada 1, 2, 3 formasında gedib. Və baxıram ki, ən uyğun budur elə. Olur A bəndi. Sonra deyir x3, y2, z6 olduqda algoritmin icrasından sonra D dəyişəninin qiyməti neçə olar? Deməli, birinci şərti yoxlasaq, 3 kiçikdirmi y-dən? 2-dən? Xeyr. Bəs z böyüdürmü y-dən? Z 6-dır. Böyüdürmü y-dən 2-dən? Bəli. Onda hər qoluna gəlib bunu hesablayıram. Bunlar artıq mənə lazım deyil, çünki budaqlanan algoritmdir. X üstəgəl y. 3 ilə 2-ni toplayıram, x-in qiymətini 5 alıram. D də bərabər x üstəgəl z. Dəyişən yeni qiymət alıbsa, yəni x. Bunu artıq unudur. 5-in üstünə z-in qiymətini gəlirəm. 6-nı alıram 11. Deməli, D-nin qiyməti elə 11 olur. Sonra verib ki, x mənfi 9, y2 olan halda algoritmi icrasından sonra şərtin neçə dəfə yoxlanıldığını müəyyən edin. Deməli, x mənfi 9, y isə 2-dir. Birinci dəfə x üstəgəl y hesablayıram. Mənfi 9-un üstünə 2 gəlib, mənfi 7 alıram. Və x, yəni mənfi 7 kiçik bərabərdirmi y-dən? 2-dən? Bəli. Burada bir dəfə şərti yoxladım. Şərtin yoxlanılması dedikdə bunu nəzərdə tutur. Bir dəfə yoxladım, dairəyə alıram. Buradan geri qayıdıram əvvələ.
X bərabər x üstəgəl y hesablayıram. Mənfi 7-nin üstünə 2-ni gəlirəm, mənfi 5 alıram. Mənfi 5 kiçik bərabərdirmi 2-dən? Bəli, ikinci dəfə yenə yoxladım. Geri qayıdıram əvvələ. Mənfi 5-in deməli üstünə yenə 2 gəlirəm, y-i mənfi 3 alıram. Mənfi 3 kiçik bərabərdir 2-dən? Bəli, yenə yoxladım şərtim. Növbəti dəfə x-in üstünə yenə y gəlirəm. Mənfi 3 üstünə 2 gələndə mənfi 1. Mənfi 1 kiçik bərabərdir 2-dən. Bəli, dördüncü dəfə yenə yoxladım. Sonra mənfi 1-in üstünə 2 gəlib 1 alıram. 1 kiçik bərabərdirmi y-dən, yəni 2-dən? Hə. Və yenə şərti yoxladım. 6-cı dəfə 1-in üstünə 2 gəlib 3 alıram və 3 kiçik bərabərdirmi 2-dən? Xeyr. Yenə yoxladım şərti. Nə olsun ki, yox qoluna gedirəm. Bizə bunu neçə dəfə yoxladığımızı soruşur. Neçə dəfə yoxlamışam? Onda 1, 2, 3, 4, 5, 6 dəfə. Yəni yoxlamışıq. Əgər desəydi ki, dövrün gövdəsi neçə dəfə yerinə yetirilir? Dövrün gövdəsi təkrarladığımız hissədir. Artıq dövrün gövdəsini 5 dəfə yerinə. 1, 2, 3, 4, 5, bu da 6 dəfədir. Yəni 6 dəfə yerinə yetirilib. Amma əsas yəni şərtin neçə dəfə yoxlanıldığı deyirsə, buna baxırıq. Alqoritmin məsələnin həlli prosesində sadə addımların ardıcıllığı şəklində ifadə olunması hansı xassəsinə aiddir? Təbii ki, diskretlik xassəsi. Çünki bilirik ki, diskretlik xassəsinin tərifində də gedir ki, hər yeni addım özündən əvvəlki addımdan asılı vəziyyətdə düşür. Məsəl üçün, biz alqoritmi bilməsək, Pythonu mənimsəyə bilərikmi? Xeyr. Çünki biz bölmələri öyrənən zaman ilk əvvəl alqoritmi öyrənirik ki, Pythonu öyrənə bilək. Yəni, icra etdiyimiz addımların ardıcıllığını diskretliyə uyğun şəkildə yerinə yetiririk. Yəni, hər yeni addım özündən əvvəlki addımdan asılı olur. Yəni, sadə addımların ardıcıllığı şəklində ifadə olunur. Mən bütöv informatikanı öyrənmək üçün onu sadə addımlara bölmüşəm və hər yeni addım da əvvəlkindən asılıdır deyə ardıcıl şəkildə öyrənirəm. Bu diskretlik xassəsini göstərir. İcrası deyir 2 komanda yerinə yetirir. Ya üstünə 5 gəlir, ya 2-yə vurur. Deyir 3 ədədindən 32 ədədini almaq üçün yerinə yetirəcəyi komandalar ardıcıllığını tap. Məsəl üçün, nümunə verib ki, 5 ədədindən 2-2-1 komandalar ardıcılığı tətbiq olunsa, 2 nədir? Burada 2-yə vurmaq. Yəni 5-i 2-yə vurur, 10 alır. Sonra yenə 2 tətbiq olunub. Yəni 10-u 2-yə vurub 20 alıb. Sonra 1 tətbiq olunub, üstünə 5 gəlib. 20 üstünə 5 gəlib, 25 alıb. Deyir, indi 3 ədədinə hansı ardıcıllıq tətbiq olunsa 32 alınır. Burada yoxlayırıq. A variantını məsəl üçün yoxlasam. 3-ün üstünə 5 gəlsəm, alıram 8. Yenə 1 gəlir, 1-də üstünə 5 gəlmək var. Bu dəfə alıram 13. 2-də 2-yə vurma verib, 13-ü 2-yə vuranda 26. 1-də də üstünə 5 gəlmə var, 31. Deməli, 32-ni almadım. Sonra yoxlayıram bunu. Deməli, 3-ü ikinci addıma görə 2-yə vururam, alıram 6. Sonra 1 addımı gəlir, 1-ə görə üstünə 5 gəlirəm, alıram 11. Sonra ikinci addıma görə 2-yə vururam, 22. Sonra birinci addıma görə üstünə 5 gəlirəm, 27. Bir də birinci addıma görə üstünə 5 gəlirəm, 32. Elə 32-ni aldıq, deməli olur cavab D bəndi. 13-də verib ki, alqoritmin müxtəlif ilkin qiymətlər üçün yararlı olması hansı xassəsidir? Kütləvilik xassəsidir. Məsələn, bayaq da nümunə göstərdim bu kütləviliyə aid. Tutaq ki, biz V bərabərdir Q bölü T düsturu ilə informasiyanın ötürülmə sürətini tapırıq. Bizə Q-nü tutaq ki, 3 megabayt, ötürülmə müddətini 1 dəqiqə versək, giriş veriləndə, biz yenə V bərabər Q bölü T düsturuna istifadə edib tapacağıq. Və yaxud Q-nü 6 megabayt, T-ni 2 dəqiqə verirsə, yenə bu düsturdan istifadə edəcək. Deməli, müxtəlif ilkin qiymətlər üçün həmin alqoritm yararlıdır. Yəni, bir dənə alqoritm həmin tipə aid olan bütün məsələlərin həlli üçün yararlı olur. Kütləvilik xassəsidir. Verilmiş həndəsi fiqur alqoritm zamanı hansı əməli ifadə edir? Oval bilirik ki, ya başlanğıcı göstərir, ya da sonu. Alqoritmin xassələri kütləvilik, diskretlik, nəticəlik. Deməli, 2, 3, 6 olur Y bəndi.
Bir dəqiqə. 2, 3, 5 üzr istəyirəm. 2, 3, 5'dir bu. Hə, 5'dir sonunda A bəndi. Sonra 16-cı sualda verilib ki, n natural ədədi üçün blok sxem şəklində verilmiş alqoritm fraqmentinin təyinatını tap. Burada en kiçikdir 100 yazılıb. Təbii ki, biz bunu 100'ə qədər yerinə yetirməyəcəyik. Çünki alqoritm o zaman böyük olar. 100'ün əvəzinə, məsəl üçün 4 yazıb hesablayıram və yaxud 6 yazıb hesablayıram. 4 üçün hansı işi görürsə, 100 üçün də o işi icra eləyəcək. Əvvəlcə baxıram, eni 0 verib. 0 kiçikdirmi 4'dən? Bəli, şərt ödənir deyə eni 2 vaid artırır. 0 idi, 2 olur. Və s bərabər s üstəgəl n. 0 üstəgəl, yəni 2. Aldım s-i 2. Geri qayıdır əvvələ, ikinci dəfə. n, yəni 2, kiçikdirmi 4'dən? Bəli. Onda eni 2 vaid artırır. 2 idi, 4 olur. S də bərabər olur s üstəgəl n-ə, yəni 2 üstəgəl 4'ə. Geri qayıdır əvvələ, üçüncü dəfə. 4 kiçikdirmi? Artıq n4'dür də. 4 kiçikdirmi 4'dən? Xeyr. Yox qoluna gedib dövrdən çıxır. Mən burada n kiçikdir 4 götürəndə s-i 2 üstəgəl 4 almışam. Yəni 4'ə kimi cüt ədədləri cəmləmişəm də 2, 4 cüt ədədlərdir. Deməli, burada n kiçikdir 100 yazanda da 100'ə qədər bütün cüt ədədləri cəmləyəcəm. 2 üstəgəl 4, 6, 8 və s. ta ki 100'ə kimi. Və baxıram ki, 100 özü də daxil olacaq. Çünki mən en kiçikdir 4 götürəndə 4'ün özü də daxildirsə, en kiçikdir 100 götürəndə 100'ün özü də daxil olacaq. Yəni 1'dən 100'ə kimi cüt ədədlərin cəmini hesablayan bir alqoritmdir. 17'də verilib ki, alqoritmin icrasından sonra B-nin qiymətini tap. Deməli, A verilib 1, B verilib 1024. Deyir, A kiçik bərabərdirmi B-dən? 1 kiçik bərabərdirmi 1024'dən? Bəli. A-da 2 vaid artırır. 1'in üstünə 2 gəlir 3, B-dən 3 çıxır. 1024'dən 3 çıxır 1021. Geri qayıdır ikinci dəfə əvvələ. Artıq növbəti dəfə 3 kiçikdirmi 1021'dən. Belə baxıram ki, bu dövr çox gedəcək. Çünki 1021'dən 3'ü çıxacaq. Bu nə qədər davam eləyəcək ki, bu da A-da 2-2 artır. Yəni dövr burada çox gedir. Ona görə məntiqi yolla biz bunu tapmalıyıq. Və burada dayandırıram bu dövrü. Baxıram ki, A-nın ilkin qiyməti 1'dir də. 1'in üstünə hər dəfə 2 gələcək. Yəni bu məsəl üçün deyirəm, 5 dəfə dövr eləyirsə, 5 dənə 2 gəlmiş oluram da 1'in üstünə. Necə yazacağam onda? 2 vur 5 kimi yazmalıyam da, 5 dənə 2 gəlirəmsə belə yazıram. İndi bu 5'i mən bir x yazım da, çünki bilmirəm axı neçə dəfə gələcəm. Onda dövrlərin sayı x olsa, yəni 2'ni x-a vuracam, üstünə 1 gələcəm və A-nın son qiyməti belə alınacaq. B-nin isə ilkin qiyməti 1024'dür. 1024'dən də hər dəfə 3 çıxacaq. Əgər x dəfə dövr gedibsə, deməli 3x-i çıxmış olacaq. Peki, hara qədər bu dövr gedər? Nə vaxt yox qoluna gedib dövrdən çıxarıq? A B-yə bərabərdirsə və yaxud da kiçikdirsə, hə qoluna gedir. Yox qoluna o vaxt gedər ki, A B-dən böyük olsun. Ona görə mən də bərabərsizliyi belə götürürəm ki, A böyüdür B şəklində. Yəni yazıram. 1 üstəgəl 2x böyüdür 1024 çıxaq 3x-dan. Burada da 5x böyüdür 1023 alıramsa, x böyüdür deməli 200 4 tam nə qədərsə eləyir də. 204 tam nə qədərsədən böyüdürsə, tam ədəd olaraq bunu dövr axı tam getməlidir. Tam dövr olması üçün 205 götürəcəm. Bizə deyir ki, B-nin son qiyməti neçə olar? Təbii ki, 205 dəfə dövr gedibsə, B-ni tapanda 1024 çıxılsın, 3 vur 205 yazacağım. Çünki x-i mən 205 götürmüşəm ki, yəni dövrlərin sayı 205 dəfə gedəcək və 3'ü 205'ə vuracaq. Buradan da 1024'dən çıxacam 615'i. Bu da mənə verəcək 409'u. Olacaq B bəndi.
Əgər A-nın son qiymətini soruşsaydı, 1 üstəgəl 2 vuraq məsəl üçün 205 yazardım. Sonra 18. N bərabərdir 10 olarsa, alqoritmi icrası nəticəsində dim ifadəsi neçə dəfə çapa verilir? Baxaq. N-i verib, deməli 10. Əvvəldə 10 böyüdümü 0-dan? Bəli. Onda dim ifadəsi bir dəfə çap olunur. Sonra n bərabər n çıx a-nı hesablayırıq. N 10 idi, 3 də çıxır, 7 alır. Qayıdır əvvələ, ikinci dəfə 7 böyüdümü 0-dan? Bəli. İkinci dəfə dim ifadəsi yenə çap olunur. N olur, n çıxaq a-ya. 7-dən 3 çıxıram, 4 alıram. Üçüncü dəfə qayıdır əvvələ. 4 böyüdümü 0-dan? Bəli. Dim ifadəsi yenə çap olunur, üçüncü dəfə. N bərabər n çıxanı yenə hesablayırıq. 4-dən 3 çıxırıq, alırıq 1. Yenə geri qayıdır əvvələ və n 1-dir də 1 böyüdüm 0-dan? Bəli. Dördüncü dəfə çap eləyir. N-i alıram, n çıxaq a. 1 çıxaq, deməli 3 bizə verir -2-ni. Beşinci dəfə qayıdıram əvvələ. -2 böyüdümü 0-dan? Xeyr. Artıq yox qoluna gəlirəm. Yox qoluna gəldikdən sonra bunu 6 kimi yazdım. Dim ifadəsi yenə çap olunur 5-ci dəfə. N-in üstünə 4 gəlirəm. -2 idi, üstünə 4 gəlirəm, 2 alıram. Və 2 kiçik bərabərdir mi 10-dan? Bəli. Geri qayıdıram əvvələ. 7-ci dəfə, deməli, dövrə geri qayıdır və dim ifadəsi yenə çap olunur. Yəni, 6-cı dəfə çapa verilir. N-in üstünə 4 gəlirəm. 2 idi, üstünə 4 gəlib, 6 alıram. 6 kiçik bərabərdir 10-dan? Bəli. Daha sonra 8-ci dəfə qayıdıram əvvələ, dim ifadəsi yenə çap olunur. 6 idi, 7-ci dəfə çapa verilir. N-i 4 faiz artıranda 6 idi, 4 faiz artırıb 10 alıram. 10 kiçik bərabərdir 10-dan? Bəli. Yenə geri qayıdıram əvvələ və dim ifadəsini yenə çapa verirəm 8-ci dəfə. N-i 4 faiz artıranda 10 idi, 14 alıram. Və 14 kiçik bərabərdir mi 10-dan? Yox deyib dövrdən çıxıram. Amma yox qolunda bir dənə də dim sözü var və 9-cu dəfə çapa verirəm. Deməli, ümumilikdə 9 dənə dim sözü çap olunur. Sonra növbəti suala baxaq. Növbəti sualda verilib ki, verilmiş y funksiyasının qiymətinin hesablanmasına əsasən alqoritmin blok sxemi qurulan zaman ən az neçə dəfə şərt blokundan istifadə olunur? Bunu ədəd oxuna görə təyin edirik. Əvvəlcə belə bir şərt bloku çəkdim. Birinci şərt gəlir ki, x kiçikdir, bərabərdir -5. Və hər qolunda da hesablamalıdır. Y bərabərdir x kvadrat. Yəni, şərt ödənirsə, hər qoluna gedib bunu hesablayacaq. Nə zaman şərt ödənər? X-in qiymətləri -5-dən kiçik bərabər olduqda. Yəni, bərabərliyə görə -5, -6, -7, -5, mənfi sonsuzluq -5 deyək də, yəni. Mənfi sonsuzluqdan -5-ə qədər olan qiymətlər hər qoluna gedir. Və ədəd oxunda -5, mənfi sonsuzluq əgər getdisə, yerdə hara qalır? -5-dən müsbət sonsuzluğa kimi. Yəni, -5-in özünü çıxıram, -4-dən deyək də, yəni müsbət sonsuzluğa qədər yox qoluna gedir. Baxıram ki, bu yerdə qalan ədədlərin hamısı ikinci şərti ödəyirmi? Yəni, hamısı -5 ilə 1 aralığındadırmı? Xeyr. Əgər ödəmirsə, yəni ikinci şərti bütün ədədlər, onda bir dənə də şərt bloku çəkirik. Və yazıram -5 kiçikdir x kiçikdir 1. Baxıram ki, bu aralıqdakı ədədləri yox qoluna qalan ədədlərdən hansılar ödəyir? -4, -3, -2, -1, 0. Və ədəd oxunda -5-dən 0-a kimi olanları silirəm. Çünki onlar da getdi hər qoluna. Heç bunu yazmasaq da olar, bir məna ifadə eləmir. 3x çıx 4 hesablayır, yəni yazmaya da bilərik. Baxıram ki, bu ədədləri çıxanda yox qoluna indi hansı qalır? Elə ki, bunları çıxdım. Yerdə qalır bir müsbət sonsuzluq. Bəs bu ədədlərin hamısı ikinci şərt, üçüncü şərti ödəyirmi? Hamısı 1-ə bərabərdirmi? Xeyr. Deməli, ödəmirsə yenə şərt bloku çəkirəm. Yazıram x bərabər 1.
və qalan ədədlərin içərisindən 1-ə bərabər olan sadəcə elə 1-dir. 1 hə qoluna gedir, yox qoluna da qalır, deməli 1-i çıxsam 2-dən müsbət sonsuzluğa ədədlər. Qalan ədədlər bu şərti ödəyirmi? Hamısı 1-dən böyükdürmü? Bəli. Artıq şərti ödəyir deyə bu ədədlər daha şərt bloku çəkmirəm. Elə yazıram y bərabərdir 2x kvadratı çıxaq 3-ü. Və burada qalan yox qoluna qalan ədədlər nə vaxt ki bu şərtləri ödəmirsə şərt bloku çəkirik. Nə vaxt ki ödəyirsə onda saxlayırıq və həmin şərti ödəyən ifadəni qeyd edirik. Deməli neçə dəfə şərt blokundan istifadə olundu? 3 dənə. Deməli, sonra növbəti misala keçək. Növbətidə verilib ki, uyğunluğu müəyyən edin. Bu elə budaqlanan alqoritmdir. Çünki şərt verilir, ödənirsə hə qolu, ödənmirsə yox qolu, ikisindən birini seçirik. 1-ə olur A. Sonra bu dövrüdür. Çünki şərt veririk və geri qaydırıq əvvələ. Bu şərt ödənirsə yenə geri qaydırıq əvvələ. Və görürsünüz dövr eləyir. Deməli B olur dövriyə. Bu da budaqlanandır. Sadəcə natamamdır. Məsəl üçün şərt ödənirsə hər qoluna gəlir bunu hesablayır. Ödənmirsə heç nəyi hesablamır da yox qoluna gedir. Natamam budaqlanmadır. Ona görə 1-ə C də olur. Sonra bu da dövrüdür. Çünki şərt verir. Tutaq ki hə ola bilər, yox da ola bilər, fərqi yoxdur. Yəni qoyulan şərtdə asılı olaraq buradakını yerinə yetirir. Geri qayıdır əvvələ, şərti bir də yoxlayır. Şərtdən asılı olaraq bir də yerinə yetirir və beləliklə dövr gedir. D olur dövriyə. Bir dənə Y qaldı, o da xəttiyə olar. Bu da xətti alqoritmdir. Hər ardıcıllıq bircə dəfə yerinə yetirilir və heç bir yəni şərtə ehtiyac duyulmur. AC, BD, Y. AC, BD, Y olur A bəndi. Sonra 21-də deyir ki, heç bir addım buraxılmadan və təkrarlanmadan bütün addımlar tam yazıldığı kimi icra edilirsə, belə alqoritm xətti alqoritmdir. Elə bax, buradan da göstərək ki, heç bir fikir verin, təkrarlanma yoxdur da. Hər bir addımı bircə dəfə yerinə yetirib qutarırıq və tam yazıldığı ardıcıllıqla da yerinə yetirilir. Nə bir şərt verilməyib, nə bir təkrarlanma yoxdur. Sadəcə hər addım bir dəfə yerinə yetirilir. 22-ci sual. Deməli, 22-də verib ki, alqoritmi icrasından sonra y dəyişəninin qiymətini hesabla. X 3-dür, y 4. Bu dövrüdür. X üstəgəl 1. 3 plus 1, 4 alırıq. Y-dən də 2 çıxırıq. 4 çıxar. 2-ni də 2 alırıq. X plus y böyüdürmü 0-dan? Yəni 6 böyüdürmü 0-dan? Bəli. Geri qaydırıq əvvələ. X-in üstünə 1 gəlirik. X 5 eləyir, y-dən 2 çıxanda 0 eləyir. 5 üstəgəl 0. Böyüdürmü 0-dan? Bəli. Sonra x-i 1 vayda artırıram, 6 alıram, y-dən 2 çıxıram, mənfi 2. Sonra bu ikisini toplayanda 4 eləyir, 0-dan böyükdürmü? Bəli. Dördüncü dəfə x-i 7 alıram, y-i isə bir də 2 çıxıb, mənfi 4 alıram. 7 çıx 4, 3 böyüdürmü 0-dan? Bəli. 5-ci dəfə x-i 1 vayda artırıb 8 alıram, y-dən 2 çıxıb mənfi 6 alıram. 8 plus mənfi 6 deyək də, yəni 2 böyüdürmü 0-dan? Bəli. X-i 1 vayda artırıb 9 alıram, y-dən 2 çıxıb deməli mənfi 8 alıram. 9 plus mənfi 8. 1 böyüdürmü 0-dan? Bəli. Geri qaydanda 7-ci dəfə x-in üstünə 1 gəlib 10 alıram, y-dən 2 çıxıb mənfi 10 alıram. Mənfi 10 üstəgəl 10, yəni 0 böyüdürmü 0-dan? Xeyr. Yox qoluna gəlib y-in axırıncı qiymətini çapa verir, yəni mənfi 10. Bizə y-in axırıncı qiyməti istəyir, olur mənfi 10. 23-də verib ki, alqoritmi yerinə yetirilməsi nəticəsində x dəyişəninin son qiyməti 63 olub. Buna əsasən k dəyişəninin daxil edilə biləcək ən böyük, yoxsa ən kiçikdir, ən kiçik natural qiymətini tap. Deməli, burada bilirik ki, məntiq yolu ilə tapırıq və x-in qiyməti əgər 63 alınıbsa, neçə dəfə dövr gedib onu tapmalıyam. Baxıram ki, x-in ilkin qiyməti 3-dür, 3-ün üstünə hər dəfə 12 gəlir.
3 üstə bir dəfə 12 gəlir, yenə dövr eləyir. Yenə 12 gəlir, yenə 12 gəlir və s. 63 alır. Burada neçə dəfə dövr gedib? Hər dəfə 12 gəlirsə, dövrlərin sayını tapmaq üçün bu 63-dən 3-ü çıxın. Çünki 3 bunun ilkin qiymətidir də, dövrlərin sayına bir aidiyyatı yoxdur. 63-dən 3-ü çıxanda 60 alıram və 60-ı 12-yə bölürəm ki, yəni hər dəfə 12 artıraq x. 60-ı da 12-yə böləndə 5 tapıram. Deməli 5 dəfə dövr gedib. 5 dəfə bu hissə təkrarlanıbsa, k da hər dəfə 5 artıb axı. Yəni k-nın üstünə 5 dəfə 5 gəlib də, belə deyək. Yəni 25 gəlib. K-nın üstünə 25 gəlir və burada k plus 25 kiçikdir 100-dür. Deyir, k-ya hansı ən kiçik qiyməti versək dövrdən çıxar. Və baxıram ki, burada k kiçikdir 100 olanda hansı ən kiçik qiymətində dövrdən çıxar? Yəni, bu 101 olanda da dövrdən çıxır, 100 olanda da, 102 olanda da. Çünki 101 kiçikdirmi 100-dən yox qoluna gedir. 100 kiçikdirmi 100-dən yox qoluna gedir. Deməli, ən kiçik hansı qiymətdə yox qoluna gedər? 100 olanda. K-nın 100 olması üçün burada mən k plus 25 almışam algoritmi icrasından sonra k-nı. K-nın burada 100 olması üçün deməli ilkin qiyməti 75 olmalıdır ki, 75-in üstünə 5 dənə 5, yəni 25 gələndə k-nı ən axırda 100 alım. Və 100 kiçikdir 100 deyəndə dövrdən çıxım. Bu da k-nın ən kiçik qiyməti olacaq. Deməli, biz cavabı aldıq 75. K üçün daxil edə biləcəyim ən kiçik qiymət 75 olacaq. Algoritmi blok sxeminə əsasən P dəyişəninin çapa verilən qiyməti deyir 36-dır. Dövr 4 dəfə yerinə yetirilibsə, bu isə algoritmin, yəni dövrün gövdəsi 4 dəfə yerinə yetirilibsə, girişdə n-in qiyməti neçə olub? Baxaq. P-nin ilkin qiyməti 0-dır. Və P bərabər P üstəgəl k-nı hesablayıb. 0-ın üstünə gəlmişəm k-nı. Saxlayaq belə. K da 2 vaid azalıb da, elə k çıxı 2 kimi qalsın. İkinci dəfə gələndə, axı 4 dəfə dövr gedib. İkinci dəfə gələndə k-nın üstünə, yəni P artıq k-ya bərabərdir axı. P-nin üstünə k-nı gəlməliyəm, yəni k minus 2-ni. K yenə 2 vaid azalacaq, k çıxaq 2 idi, bir də 2 çıxsam, yəni k-dan alacam k çıxaq 4. Üçüncü dəfə P bərabərdir. P plus k-nı hesablayacaq. P-nin qiyməti budur. Yəni k üstəgəl k çıxı 2. Üstünə də gələcəm k-nın qiymətini. Yəni k çıxaq 4-ü. K yenə 2 vaid azalacaq. K çıxaq 4 idi. 2 vaid də azalsa k çıxaq 6 olacaq. 4 dəfə dövr olmalıdır deyə. Bir dəfə də yazıram. P olacaq artıq. P üstəgəl k-ya. Yəni bu, buradan yazsam daha yaxşı olar. P-nin qiyməti üstəgəl k-ya, yəni k çıxaq 6-ya. Artıq k 2 vaid azalır, k çıxaq 8, amma 5-ci dövr getmir də, yəni 4 dəfədir. Deməli, P-nin son qiyməti bu alınıb. Və deyir ki, algoritm icra olunandan sonra P-nin axırıncı qiyməti 36 olub. Deməli, biz bunu 36-ya bərabər eləyirik. Bu da k-ları burada toplayanda 4k eləyir. 4k mənfi 2, mənfi 4. Bir də mənfi 6, mənfi 12 verir. Bərabərdir 36-ya. 4k əgər 48-dirsə, k-nı da alıram 12. Əgər k 12-dirsə, k-ya elə n-in qiyməti verilir, baxın. Deməli, o n də 12-dir də. Bizə n-in qiymətini soruşur. Deməli, cavab olur 12. Sonra növbəti misal 25. X dəyişənin ilkin qiyməti deyir 14 olarsa, algoritmi icrası nəticəsində S dəyişəninin qiymətini hesabla. Baxaq. X verilib 14, S 0-dır, i də 1-dir. Şərti yoxlayaq. 14 böyüdümü 0-dan? Bəli. Onda x-dan 3 çıxıram. 14 idi, 3 çıxanda 11. X böyüdümü i-dən? Artıq x 11-dir. 11 böyüdümü i-dən? Yəni 1-dən? Bəli. Hər qoluna gedir. I vuraq 2-ni hesablayır. 1-i 2-yə vurub 2 alır.
Daha sonra gəlir S-i hesablayır. S üstəgəl, yəni 0 üstəgəl 2 vuraq X. X da 11'dir. 2'ni 11'ə vurur 22. Geri qayıdır buradan ən əvvələ. X böyüdünmü? Deməli 0-dan. 11 böyüdümü 0-dan? Bəli. Və X-i 3 vaid azaldır olur 8. 8 böyüdümü 2-dən, yəni i-dən? Bəli. Onda hər qoluna gəlir, i-ni 2 dəfə artırır. 2 i də olur 4. Sonra S bərabərdir S üstəgəl. Yəni 22 üstəgəl 2 vuraq X-i. 2 vuraq 8, 16. Bunu toplayır 38 alır. Geri qayıdır ən əvvələ və X 8-dir də. 8 böyüdümü 0-dan? Bəli. X-i 3 vaid azaldır. 8 idi, 3 vaid azaldıb 5 alır. Deməli, sonra X böyüdümü i-dən? 5 böyüdümü 4-dən? Bəli, i-ni 2 dəfə artırır. Deməli, 4 idi, 2 dəfə artır, 8 olur. S-i hesablayanda 38-in üstünə 2 vur X-i gəlir. Yəni 2 vur 5, 10-u alırıq 48. Geri qayıdır yenə əvvələ, 4-cü dəfə. X böyüdümü 0-dan? 5 böyüdümü 0-dan? Bəli. X bərabər X çıxaq 3-ü hesablayır. 5-dən 3 çıxır, 2 alır. Bəs X böyüdümü i-dən? 2 böyüdümü 8-dən? Xeyr. Yox qoluna gəlir və i bərabər i üstəgəl 2-ni hesablayır. Deməli, i 8 idi, 2 vaid artırıb 10 alırıq. Daha sonra gəlir S bərabər S üstəgəl 2 vur X-i hesablayır. Yəni 48 üstəgəl 2 vur X. 2 vur 2 də 4. Bu da eləyir 52. İndi bu hissəni silək. Artıq bizə birinci dövr lazım deyil. Da ikinci dövrdür. Beşinci dəfə artıq geri qayıdır əvvələ X, yəni 2 böyüdümü 0-dan? Bəli. X çıxaq 3-ü hesablayır. Deməli, 2-dən 3-ü çıxır, -1 və deməli, -1 böyüdümü i-dən? Deməli, 10-dan. Xeyr. Yox, qoluna gəlir, i-ni 2 vaid artırır. 10 idi olur 12. S-in tapanda da 52-nin üstünə gəlir 2 vur X-i. Yəni 2 vur -1-i. 2-ni də -1-ə vuranda, yəni 52-dən 2 çıxmış oluram, alıram 50. 6-cı dəfə geri qaydanda X -1 daxil. -1 böyüdümü 0-dan? Xeyr. Yox qoluna onda çıxıb S-in axırıncı qiymətini götürürük. Yəni 50. Cavab olur 50. Sonra 26-cı sual gəlir. 26-cı sualda verib ki, alqoritm blok sxeminə əsasən P dəyişəninin çapa veriləcək qiyməti 320 olması üçün N dəyişəni üçün daxil edilə biləcək ən böyük qiyməti seç. Deməli, P-nin axırıncı qiyməti 320 olur və deyir 320 olması üçün N üçün daxil edə biləcəyin ən böyük qiymət. Baxaq. Burada P-nin ilkin qiyməti 5-dir. Amma dövrün daxilində hər dəfə 2-yə vurur. Məsəl üçün P 5-dirsə, növbəti dəfə 2-yə vurur. Yenə 2-yə vurur, yenə 2-yə vurur, belə dövr eləyir və axırda 320 alınır. Mən buradan əvvəldən 320-ni 5-ə bölüm. Ki, görüm neçə dəfə dövr gedir də, ilkin qiymətini elə ki, götürüm burada. Çünki ilkin qiyməti dövrün gövdəsinə aid deyil axı. Mən neçə dəfə dövr getdiyini tapmaq istəyirəm. 320-ni də 5-ə böləndə 64 alıram. Deməli, burada yəni dövr gedib neçə dəfəsə P 64 alınıb. Yəni 2-yə vurub hər dəfə. Və 2-ni neçə dəfə öz-özünə vuranda 64 ala bilərəm. Hər dəfə axı P-ni 2-yə vurur. Deməli 6 dəfə P-ni yəni 2-yə vursam 64 ala bilərəm. Deməli dövrün gövdəsi 6 dəfə təkrarlanıb. Deyib ki, 5-i götürüb 2-yə vurub, yenə 2-yə vurub, dövr gedib 6 dəfə 320 alınıb. Sadəcə dövrlərin sayını tapmaq üçün əvvəldən ilkin qiymətinə böldüm ki, dövrün gövdəsi əsas bu hissədir də. Sonra neçə dəfə 2-yə vurduğunu, yəni neçə dəfə dövr etdiyini tapa bilim. Artıq bundan sonra sadədir. N də hər dəfə 8-8 azalır. Yəni 6 dəfə dövr gedibsə, 6 dəfə 8, 48 vahid azalacaq.
və nə vaxt yox qoluna gedər? Artıq dövrdən çıxmalıdır. Bizə deyir ki, n-in daxil edilə biləcək ən böyük qiymətini tap. N böyük bərabərdir 50 nə vaxt yox qoluna gedər? N kiçikdir 50 olduqda. Çünki n-in qiyməti 50-dən böyükdürsə və yaxud da 50-yə bərabərdirsə, bu dövr eləyəcək də hə qoluna gələcək. Dövrdən çıxmaq üçün n kiçikdir 50 olmalıdır. Və n-in də axırıncı qiyməti tapdıq ki, hər dəfə, yəni 8 azalıb 6 vahid. 6 dəfə daha doğrusu 8 azalıb n çıx 48 olub axırıncı qiyməti. N çıx 48 50-dən kiçikdirsə, onda n kiçikdir 98 alıram. Burada n üçün ən böyük qiymət nə ola bilər? Əlbəttə ki 97. 96 olanda da düzdür şərt ödənir, 95 də və s. Amma ən böyük 97 olduqda, yəni cavabı almış oluruq ki, n üçün daxil edə biləcəyim ən böyük qiymət olur 97. Uyğunluğu müəyyən edin. Bu parallelogram bilirik ki, verilənlərin daxil olunması üçündür, bir də çap olunması üçündür. Bu şərt blokudur, 2-yə D olur. Bir də deməli, ovaldakı algoritmin başlanğıcı və sonunu göstərir. 3-ə də B-yi. Sonra gəlir 28. Deyir ki, algoritmin sözlə təsviri aşağıdakı kimidir. A, B dəyişəninin qiymətlərini daxil et. Aşağıdan yazmaqdansa elə buradan yazım, bu böyüdür. A ilə B-nin qiymətini daxil eləyirəm. Əslində böyük AB-dir, fərqi yoxdur elə də. Qoy verildiyi kimi yazıq. Deməli, A ilə B-ni daxil edirik paralelogramda. Sonra deyir, əgər şərt verib də, deməli onda şərt bloku çəkirəm. Əgər A-nın qiyməti B-dən böyükdürsə, onda 3-cü addıma keç. Baxıb görüm 3-cü addımda nə verib. Deyir ki, A-nın qiymətini vahid artır. Şərt bloku bilirəm ki, həm budaqlanan algoritmdə var, həm də dövrü algoritmdə var. İndi baxım görüm bu budaqlanan kimi çəkməliyəm, yoxsa dövrü kimi. İndi şərt ödənsə deyir 3-cü addıma keç, yəni A-nı 10 vahid artır. Əks halda 5-ci addıma keç. 5-ci addımda da verib ki, A dəyişəninin qiymətini B dəyişəninin qiymətinin 2 mislini əlavə edib, nəticəni A dəyişəninə mənimsət. 3-dən 5-ə keçib, amma ortada 4 qalıb. Görək 4-də nə deyir? Deyir ki, B dəyişəninin qiymətini 3 dəfə artır və ikinci addıma təzədən geri qayıt. Deməli, ikinci addıma, yəni mən bu şərtə geri qayıdıramsa, deməli bu dövrü olduğunu göstərir. Ona görə hə qolunu aşağıdan çəkirəm. Bilirik ki, budaqlananda belə olur da, hə və yox qolu belə çəkilir. Amma dövrüdə hə qolunu aşağıdan çəkirəm. İndi deyir ki, əgər A B-dən böyükdürsə 3-cü addıma keç. 3-cü addımda da deyir ki, A-nın qiymətini 10 vahid artır. Yəni A bərabər A üstəgəl 10 yazıram. Sonra deyir, 3-dən sonra 4 gəlir də elə. 4-cü də bu gələcək ki, B-nin qiymətini 3 dəfə artır. B bərabər B vuraq 3. Və deyir ki, ikinci addıma keç. İkinci addım buydu da, yəni əgər A B-dən böyükdürsə. Amma bizə demişdi ki, əvvəldən, əgər A B-dən böyük deyilsə, yəni əks halda 5-ci addıma keç. 5-ci addımda da deyir ki, yəni əks halda yox qoludur. Əks halda A dəyişəninin qiymətinə B-nin 2 mislini əlavə edib nəticəni A-ya mənimsət. Və sonra da A-nın qiymətini çapa ver. Olur bu formada. Daxil edilmiş n sayda ədəddən müsbət olanların ədədi ortasını, mənfi olanların isə hasilini hesablayan blok sxem qur. Deməli, n sayda ədəddən seçirəmsə, burada n dəfə dövr gedir. Əvvəlcədən n-i daxil edirəm. Və ədədi orta bilirik ki, ədədlərin cəminin sayına olan nisbətidir. Deməli, burada mənə cəm üçün və say üçün bir dəyişən lazımdır. Və bilirik ki, cəm olanda ilkin qiyməti 0 götürürük, say olanda da bir k götürürüm, ilkin qiyməti 0 götürürük. Bir də mənfi olanların hasilini istəyir. Hasil olanda isə ilkin qiyməti 1 götürürük. Niyəsini deyəcəm indi. Hələ ki qalsın. Və dövrlərin sayını göstərmək üçün də burada bir dənə i bərabər 1 yazıram. Bu i sadəcə dövr sayıdır ki, n-ə qədər dövr getsin.
Və şərti belə qoyuram ki, nə qədər ki i kiçikdir, bərabərdir n-dən dövr elə. Axı n dəfə dövr getməlidir. İndi həll qoluna gəlir və deyir ki, n sayda ədəddən. Deməli, burada bir ədəd daxil etməliyəm. Məsəl üçün, bir x ədədi. İxtiyari bir ədəddir də. Deyir, bu ədəddən müsbət olanların, yəni şərt verməliyəm artıq, müsbət olanların ədədi ortası. Deməli, müsbət olanların cəmləyirəm. S bərabər S üstəgəl x yazıram. Bir də sayıram. Sayanda da 1-1 artırırıq. K bərabər K plus 1 yazıram. Mənfi olanların isə hasili. Əks halda birbaşa yaza bilmərəm P bərabər P vuraq x. Çünki müsbətlərdən əlavə yox qoluna mənfi və 0 gedir axı. Bizə ancaq mənfi olanların hasilini istəyir. Ona görə bir dənə də şərt verirəm ki, əgər x 0-dan kiçikdirsə, həll qoluna gəl və deməli P bərabərdir, P vuraq x-i hesabla. Yox qolunu boş saxlayıram. Çünki x-a 0 versəm, axı 0 nə müsbət deyil, nə mənfi. Və 0 böyüdürmü 0-dan yox, 0 kiçikdirmi 0-dan yox, bu yox qolunu boş saxlayıram da, natamamdır artıq. Gətirirəm bunları bir qolda birləşdirirəm və i 1 qalmayacaq ki, n-ə qədər 1-1 artmalıdır ki, dövr getsin. i bərabər i üstəgəl 1 yazıram ki, 1-1 artıb n-ə qədər dövr getsin. Gətirib yuxarı şərt blokuna birləşdirirəm. Nə vaxt ki, şərt ödənmir, yəni dövrdən çıxır, indi ədədi ortanı tapmalıdır. Yazıram, y bərabərdir, s bölünsün k. Yəni, ədədlərin cəmini sayına bölürəm. Və bir ədədi ortanı, bir də hasili istəyir. İndi burada p-ni niyə 1 götürdüm? Çünki p vuraq x yazmışam. Axı 0 götürsəm, 0-ı mən x-a vursam, hər dəfə 0 alacam da. Çünki növbəti dəfə yenə 0 vur x alınacaq. Amma 1 götürəndə, 1-i onsuz da nəyə vursaq, qiymət dəyişmir də. Məsəl üçün, x tutaq ki, mənfi 5-dirsə, 1-i mənfi 5-ə vuranda mənfi 5 alıram. Növbəti dəfə x mənfi 3-dürsə, mənfi 5 vur mənfi 3 alıram. Yəni, mənfilərin hasilini tapıram. Müsbət olanda isə cəmləyirəm, cəm olanda isə ilkin qiyməti 0 götürürük. Çünki 0-ın üstünə bir şey gələndə onsuz da bir məna ifadə eləmir bu 0. Məsəl üçün, x 5-dirsə, 5 0-dan böyüdürmü? Bəli. 0-ın üstünə 5 gəlib, s-i 5 alıram. Və k da 1 vayda artır 1 olur. Yəni, həmin bu 5-i saydım. Növbəti dəfə, məsəl üçün, x 9-dursa, 9 böyüdürmü 0-dan? Bəli, s bərabər s üstəgəl x alıram. Yəni, 5 üstəgəl x. Məsəl üçün, x-a 9 vermişəmsə, artıq o 2 müsbət ədədi cəmlədim. K yenə 1 vayda artır 2 olur. Yəni, 2 dənə müsbət ədəd var və saydı. Və dövrdən çıxandan sonra ədədi ortanı hesablayıram ki, bütöv yəni cəmləsin müsbətləri. Cəmini sayına bölsün, ədədi ortanı tapsın. Ən axırda da həm ədədi ortanı, həm hasili çapa veririk. Gəlir 30. Deyir, x ədədi və n natural ədədi üçün bu cəmi hesablayan blok sxem qur. Bu tipli, yəni düstur şəklində verilən blok sxemlərdə ən yaxşısı axırıncı hissəyə görə tapmaqdır. Çünki burada algoritmin hər addımı arasındakı uyğunluq asan görünür. Məsəl üçün, baxıram ki, dövr hardan başlayıb görəsən. İlk ağlıma gəlir ki, 1, 3, 5, 2, 2 artır. Amma ola bilər ki, 1, 1 də artsın. Görə də çünki burada 2-2 artır, amma aşağıda baxıram ki, 2 vur 2, 3 vur 4, yəni fərqli formada gedir. Ən yaxşısı bu hissədən tapıram. Bilirəm ki, onsuz da n-ə qədər dövr gedəcək. Əgər n plus 1 yazılıbsa, mən məsəl üçün götürüm i. Yəni, bu 2, 3 və s. nədirsə, onların qiymətini i ilə ifadə edeyim. Burada i plus 1 yazsam və 2 vur i yazsam, görüm düz gəlirmi? Məsəl üçün, i-ni 1 götürsəm, hər dəfə dövrü başlayanda ən çox 1-dən başlayır axı. 1-in üstünə 1 gələndə alıram 2. 2 vuraq, 2 vuraq i. 2-ni də 1-ə vuranda 2. Həqiqətən məxrəci aldım. Və surətdə də x üstü, bu yenə bura baxıram. Mənfi 1 üstü n yazılıb. Deməli, mənfi 1 üstü, mən n-i i ilə əvəzləmişəm axı. i-nin yerinə də 1 yazmışamsa, mənfi 1 üstü 1 yazacam. Sonra vurulsun. X üstü 2n çıx 1. N-in yerinə yenə i yazsam, 2i çıxaq 1. i-ni 1 götürmüşəm də. 2-ni 1-ə vuranda 2, 1 çıxanda da 1 eləyir. Deməli, yuxarıda mənfi 1 üstü 1, yəni mənfi 1 vurulsun. X üstü
2 vur 1 çıx 1, yəni elə x. Bölünsün 2 vur 2 alınır. Həqiqətən də bu birinci hissəni aldım. Sonra baxıram ki, i-ni 1-dən sonra 2 götürsəm görüm nə alaram. Bu düstura görə, indi özüm üçün düstur çıxartdım ki, bunun yerində sadəcə i yazım da. Mənfi 1 üstü i vuraq, x üstü 2i çıxaq 1 bölünsün, i üstə gəl 1 vuraq 2i-yə. Deməli, mənfi 1-in onda kvadratı vurulsun, 2 üstü, x üstü 2 vuraq i, yəni 2 vur 2 4, çıx 1 də 3 verir, bölünsün. i üstə gəl 1, 2 üstə gəl 1, 3, 2 vur deməli 2-dən 4. Həqiqətən də aldım, məxrəc 3 vuraqdır. Surət də ki, mənfi 1-in kvadratı müsbət eləyir, ona görə burada işarə müsbətdir. Bir də x-in kubu alınır. Deməli, növbəti dəfə i 3 olanda yuxarıda mənfi 1 üstü 3 alınır, mənfi 1-in kubu mənfi eləyir deyə əvvələ mənfi atıb. Bir də x üstü 2i çıxaq 1. i 3 olanda 2 vur 3 6 çıx 1 5. Aşağıda da i üstə gəl 1. Yəni 3 üstə gəl 1 4, 2 vuraq 3 6. Əslində deməli qiymətlər ardıcıl gedibmiş elə. Yəni i-nin qiymətləri 1, 2, 3 belə davam eləyir. Mən bunu bax bu hissəyə əsasən tapdım. Düsturu sadəcə burada n-in yerinə bir dənə i yazdım və düstur çıxartdım. Və baxdım görüm i-yə 1 verəndə elə alınırmı? Və gördüm ki, uyğunluqla 1 verəndə bu alınır, 2 verəndə bu alınır. Deməli, artıq bundan sonrası sadə gedir. İndi biz algoritmi tərtib eləyək. Deyir, x və n natural ədədi üçün əvvəlcədən x-i və n-i daxil edirəm. Bundan sonra ilkin başlanğıc qiymət neçədən başladıq, yəni dövrə? 1-dən. Yazıram i bərabər 1. Bu i şərti bir şeydir. İstəyirik p yazaq, yəni fərqi yoxdur. Dövr hara qədər gedir? N-ə kimi. Ona görə yazacağım i kiçik bərabərdir n. Və s də cəm olduğuna görə s-in ilkin qiymətini yazacağım 0. Bayaq izah elədim ki, niyə yəni cəmə ilkin 0 veririk? Çünki 0-ın üstünə nə gəlsə də, onsuz da 0 bir şey ifadə etmədiyinə görə ilkin qiyməti 0 yazırıq. İndi şərt verirəm ki, i nə qədər ki kiçik bərabərdir n-dən, hər qoluna gəl, yəni n-ə qədər dövr gedir də. Ümumiyyətlə şərt blokunda dövr hara qədər gedir onu yazırıq. N-ə qədər dövr getdiyinə görə i kiçik bərabər n yazdım. Artıq s üçün düstur yazıram və düstur da bax budur elə. Yazıram s bərabərdir, s üstə gəl, mənfi 1 üstündə i vurulsun. 2 üstündə, yox x üstündə 2i çıxaq 1 bölünsün. N-in əvəzinə i yazıram da sadəcə. i plus 1 vuraq. 2 vuraq i-yə. Məsələn, i-nin qiyməti 1 idisə, axı 1 artacaq, növbəti dəfə i plus 1 olacaq. Sonra geri qayıdacaq əvvələ, nə vaxt ki dövrdən çıxacaq, s-in axırıncı qiymətini çapa verəcək. Və burada kiçik bərabər olduğuna görə n-in özünü də götürür. Bayaqdan yəni izah edirəm bu tipdə misalları onsuz. Əgər aydın deyilsə, n-in yerinə məsəl üçün 3 verib yoxlamaq olar. Əgər i kiçik bərabər 3-dürsə, əgər i kiçik bərabər 3 olanda 3-ü götürürsə, deməli i kiçik bərabər n olanda da n-in özünü götürəcək. Bu videoluq bu qədər. Gələn videolarda görüşənədək.